Kimyəvi reaksiyaların sürəti. Kimyəvi reaksiyalar bir-birindən bilirik ki, sürətinə görə fərqlənir. Elə reaksiyalar var ki, onların başa çatması saniyələr çəkir. Elə reaksiyalar da var ki, onların başa çatması üçün günlər, aylar, hətta illər tələb olunur. Biz sürət anlayışı ilə fizika kursundan tanışıq. Biz öyrənmişik ki, sürət cismin vahid zamanda getdiyi yola bərabərdir. Bəs yaxşı, kimyada maddələr üçün sürət necə xarakterizə olunur? Maddələr üçün, kimyəvi reaksiyalar üçün sürət isə kimyəvi reaksiya daxil olan və reaksiya nəticəsində alınan maddələrin sərf olunması deməkdir. Yəni, vahid zamanda sərf olunan və ya alınan maddənin miqdarının dəyişməsi kimyəvi reaksiyanın sürəti adlanır. Kimyəvi reaksiyalar bir cinsli və müxtəlif cinsli mühitdə baş verə bilər. Yəni, bir cinsli mühitdə baş verən reaksiyalar homogen, müxtəlif cinsli mühitdə baş verən reaksiyalar isə heterogen reaksiyalardır. Bu nə deməkdir? Homogen sistemlərdə reaksiya qabın bütün həcmində gedir. Yəni, məsələn, buna nümunə olaraq göstərə bilərik ki, əgər belə deyə bilərik ki, reaksiya daxil olan və reaksiyadan alınan maddələrin aqreqat halı qaz və yaxud da mayedirsə, bu reaksiyalar homogen reaksiyalardır. Və homogen reaksiyalar qabın bütün həcmində baş verən reaksiyadır. Yox, reaksiya daxil olan maddələrdən ən az biri və yaxud da alınan maddələrdən biri bərk haldadırsa, onda bu reaksiya heterogen reaksiya adlanır. Heterogen reaksiyalarda isə, heterogen sistemlərdə reaksiya yalnız bərk maddənin səthində baş verir. Homogen reaksiyanın sürətinə baxaq. Reaksiya daxil olan və ya alınan maddələrdən birinin molyar qatılığının vahid zamanda dəyişməsi homogen reaksiyanın sürəti adlanır. Homogen reaksiyanın sürəti plus minus C2 çıxılsın C1 bölü delta T düsturu ilə hesablanır. Biz reaksiya daxil olan və yaxud da alınan maddələrdən birinin T1 zamandakı qatılığını C1, T2 zamandakı qatılığını isə C2 ilə işarə etsək, zaman keçdikcə başlanğıc maddələrin qatılığı bilirik ki, azalır. Məhsulların qatılığı isə zaman keçdikcə artır. Buna görə də başlanğıc və məhsulların qatılıq dəyişməsi, yəni delta C bərabərdir C2 çıxılsın C1. Əgər başlanğıc maddələr üçün götürülərsə, biz qeyd etdik ki, başlanğıc maddələrin qatılıqları zaman keçdikcə azalır. Buna görə başlanğıc maddənin sonrakı qatılığı ilkin qatılığından kiçik olduğu üçün başlanğıc maddələrdə qatılıq dəyişməsi sıfırdan kiçik qiymət alır. Amma məhsulun qatılığı zaman keçdikcə artdığı üçün onun sonrakı qatılığı ilkin qatılığından çox olduğuna görə məhsulların qatılıq dəyişməsi delta C sıfırdan böyük qiymət alır. Homogen reaksiyaların sürəti qeyd etdik ki, V bərabərdir delta C bölünsün delta T düsturu ilə hesablanır. Düstura baxsaq biz görürük ki, bu düsturda qarşıda plus minus işarəsi qoyulubdur. Bəs yaxşı, bu işarə nədən ötürüdür? Nə üçün burada plus minus qoyulub? Hansı halda plus, hansı halda minus götürürük? Yəni, hansı halda müsbət, hansı halda mənfi götürürük? Biz bilirik ki, sürət vektorial kəmiyyət. Yəni, sürət heç vaxt mənfi qiymət ala bilməz. Sürət düsturuna baxanda biz görürük ki, maddələrin qatılığı dəyişməsinin onun zamana nisbəti ilə ölçürük sürəti. Əgər kimyəvi reaksiyanın sürəti başlanğıc maddələrə görə hesablanarsa, biz bilirik axı başlanğıc maddənin qatılığı zaman keçdikcə azalır və qatılıq dəyişməsi delta C sıfırdan kiçik qiymət alır. Buna görə də reaksiyanın sürəti başlanğıc maddələrə görə hesablananda sürət düsturunda mənfi işarəsini götürürük. Ki, qatılıq dəyişməsi mənfi qiymət alır, düsturun qarşısındakı mənfi işarəsi də o mənfini müsbət edir. Yəni, sürət müsbət qiymət almalıdır. Yox, əgər kimyəvi reaksiyanın sürəti məhsula görə hesablanarsa, məhsulların qatılıq dəyişməsi sıfırdan böyük qiymət aldığına görə sürət düsturunda elə qarşıdakı müsbət işarəsi götürülür. Yəni, onsuz da orada sürət müsbət qiymət alır. Biz bilirik ki, maddənin qatılığı C, maddə miqdarı nü bölünsün V düsturu ilə hesablanır. Əgər biz bu düsturu nəzərə alsaq, onda sürətin ikinci bir düsturu çıxır meydana. Plus minus, əgər C-nin yerinə nü bölünsün V yazsaq, onda biz sürəti maddələrin miqdarının dəyişməsinin həcmə və zamanın dəyişməsinə nisbəti ilə ölçə bilərik. Yəni, V bərabərdir plus minus nü bölünsün V vurulsun delta T düsturu ilə hesablanır. Homogen reaksiyalarda maddələrə görə sürətlərin nisbəti maddələrin əmsallarının nisbətlərinə bərabərdir. Yəni, bu nə deməkdir? İxtiyari bir reaksiya götürək. Məsələn, amonyakın alınma reaksiyasına baxaq. Burada əgər biz
reaksiyanın sürətini ayrı-ayrılıqda azota görə, hidrogenə görə və amonyaka görə hesablasaq, bu zaman həmən maddələrə görə sürətlərin nisbəti elə maddələrin öz əmsallarının nisbətinə bərabər qiymət alar. Yəni, reaksiyanın hidrogenə görə sürəti, məsələn, yazaq. VH2 hidrogenə görə sürət, azota görə sürətin 3 mislinə bərabərdir. Yəni 3VN2-yə və yaxud da amonyaka görə sürətin 1,5 mislinə bərabərdir. Yəni bərabərdir 1,5 VNH3. Yəni bir də təkrar edirəm. Homogen reaksiyalarda hər bir maddəyə görə sürətlərin nisbəti həmən maddələrin əmsallarının nisbətlərinə bərabər qiymət alır. Kinetik əyri nədir? Reaksiyaya daxil olan və alınan maddələrin qatılığının zamana görə dəyişməsini ifadə edən qrafiklərə kinetik əyrilər deyilir. Gördüyünüz kimi burada 2 dənə qrafik göstərilibdir. Bu qrafiklərdən biri başlanğıc maddələrin qatılığının zamandan asılı olaraq dəyişməsidir. Digəri isə məhsulların qatılıqlarının zamandan asılı olaraq dəyişməsidir. Biz buna kinetik əyrilər deyirik. Qrafikə baxanda fikir versək, görərik ki, həqiqətən də başlanğıc maddələrin qatılıqları zaman keçdikcə azalır. Məsələn, T1 zamanda, T1 saniyədə maddənin qatılığı S1 idisə, T2 zaman, Yəni T1 anında maddənin qatılığının qrafikdə baxsaq görərik ki, S1-dir. Yəni zaman keçdikcə, zaman T2-yə yaxınlaşdıqda maddənin qatılığı gəlib S2-də dayanıbdır. Yəni maddənin qatılığı zaman keçdikcə azalırsa söhbət gedir başlanğıc maddədən. Onda belə çıxır ki, başlanğıc maddələrin qatılıqları həqiqətən də zaman keçdikcə dəyişir. Yəni əgər harda bu formada azalan qrafiklə rastlaşsanız, bilin ki, orada mütləq şəkildə söhbət başlanğıc maddədən gedir. Digər qrafikə fikir versək, görərik ki, burada qatılıq zaman keçdikcə artır. Biz qeyd etdik axı ki, məhsulların qatılığı zaman keçdikcə artır. Qrafikdə nəzər salsaq qrafikə üzr istəyirəm, görərsiniz ki, T1 anda maddənin qatılığı S1-ə bərabərdir. Amma zaman keçdikcə, yəni T2 anında artıq maddənin qatılığı S2-yə gəlib çatıbdır. Yəni neynədir bu maddənin qatılığı? Artdı. Maddənin qatılığı zaman keçdikcə artırsa və artan qrafiklə rastlaşırsınızsa, söhbət mütləq şəkildə demək məhsuldan gedir. Sürəti nədir? Necə hesablanır? Biz homogen reaksiyaların sürətini hesablayanda qeyd etdik ki, homogen reaksiya qabın bütün həcmində gedir. Yəni biz homogen reaksiyanın sürət düsturunda qabın həcmini nəzərə aldıq. Amma heterogen reaksiyaların sürəti asılıdır reaksiyada iştirak edən bərk maddənin səthinin sahəsində. Yəni belə desək, heterogen reaksiyaların sürəti vahid səthdə reaksiya daxil olan və yaxud da alınan maddələrin miqdarının vahid zamanda dəyişməsidir. Heterogen reaksiyanın sürəti V bərabərdir delta nü bölünsün S vurulsun delta T düsturu ilə hesablanır. Düsturda nəzər yetirsək düstura görərik ki, burada biz səthin sahəsini, yəni S-i nəzərə almışıq. S burada səthin sahəsini bildirir. Amma eyni düsturda, homogen reaksiyanın düsturunda biz qeyd etmişik ki, delta nü bölünsün V vurulsun delta T-yə. Yəni, reaksiyanın sürəti qabın həcmindən asılıdır. Homogen reaksiyanın sürəti ilə heterogen reaksiyanın sürəti arasındakı fərq budur. Heterogen reaksiyanın sürəti, bax, buradakı S bərk maddənin səthinin sahəsi deməkdir. Yəni, əgər bərk maddənin səthinin sahəsi nə qədər böyük olarsa, reaksiya bir o qədər zəif, səthin sahəsi nə qədər kiçik olarsa, yəni maddə nə qədər çox bərk maddədən söhbət edir, xırdalanarsa, onda reaksiyanın sürəti bir o qədər çox olar. Yəni reaksiya bir o qədər sürətli gedir. Homogen reaksiyanın sürətinin vahidi mol bölünsün litr vurulsun saniyə ilə ölçülür. Amma heterogen reaksiyanın sürətinin vahidi isə mol bölünsün, biz dedik səthin sahəsindən asılıdır. Ona görə həcmin litrinin yerinə burada düsturda S-in yerinə qoymalıyıq mütləq şəkildə kvadrat metr vurulsun saniyə ilə ölçülür.